Ramazan yoxsa Ramadan? Aslu kelimeti Ramadane ra mim dad yaxud ramed. Ar-ramadu şiddetul harri və huvəl ma'nəl əşhəru. Ramazan sözünün əsli ərəb dilindəki ra mim dad və yaxud ramed kökünə dayanır. Bu kök şiddətli istilik və günəşin yandırıcı hərarəti mənasını ifadə edir. Ən məşhur mənası budur. Sual: biz Ramadanu, bu adı Ramazan olaraq tələffüz edə bilərikmi? Cavab odur ki, daha öncə bəzi alimlər və yaxud alimlərdən bir qrupu qeyri-ərəblər üçün dad hərfinin və yaxud za hərfinin tələffüzü çətin olduğuna görə ona yaxın məxrəcdə olan hərflərdən istifadə etməyə icazə veriblər. Və bizim Ramadanu, bu adı Ramazan olaraq tələffüz etməyimizdə heç bir problem yoxdur və bu ada heç bir xələl gətirmir. Əslində, Ramadan olaraq yazanlar və yaxud tələffüz edənlər özləri də bu adı əsli olaraq tələffüz etmirlər. Niyə görə? Çünki burada Ramadan, gördüyünüz kimi burada Ramadan olaraq tələffüz edirlər. Əslində, Ramadan olaraq tələffüz etmələri lazımdır. Çünki min burada qalın hərf deyil, daddan sonra isə gördüyünüz kimi burada uzatma var. Ona görə Ramadan özü də bu aşağıda gördüyünüz kimi bu cür tələffüzlə yanlış tələffüzdür. Son olaraq bu adı biz illərdir Ramazan olaraq istifadə edirik və türk dilli xalqlarda da bu cürdür və burada heç bir problem yoxdur. Rahatlıqla Ramazan olaraq tələffüz eləyə bilərsiniz.